Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən uzaqlaşdırıldı. Rusiyada həbsdə olan Orxan Zeynalovun həbs müddəti daha 4 ay müddətinə uzadıldı. Milli Şura bahalaşmaya etiraz mitinqinə hazırlaşır. Bakı merinin istifaya göndəriləcəyi xəbər yayıldı. Mer isə bu xəbərləri təkzib etdi. Ukraynada mitinqlər kəskin hal alıb. Prezident isə müxalifət ilə danışıqlara razılaşdı. Bugün Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanov vəzifəsindən çıxarılıb. Verilən xəbərə görə Nadir Qəhrəmanov vəzifəsindən icrası dayandırılıb. Onun diqqətinə işdən çıxarılması ilə bağlı nazirin əmri çatdırılıb. Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanov vəzifəsindən istefa verməsi barədə xəbərləri də aydınlığa gətirib. Təhsil Nazirliyindən verilən cavabda bildirilib ki, Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanov işdən azad olunması ilə bağlı ərizə təqdim edib. Qanunvericiliyə əsasən rektorların işə təyin və işdən azad olunması məsələləri Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə daxildir. İşdə olmayan ali məktəb rektorunun səlahiyyətləri müvəqqəti olaraq həmin təhsil müəssisəsinin prorektoruna həvalə edilir. Xatırladaq ki, Hesablama Palatası və Təhsil Nazirliyinin Maliyyə İdarəsi ilə birgə ölkənin bir sıra dövlət ali məktəblərində yoxlamalar aparılır. Sumqayıt Dövlət Universitetinin rektorunun da çıxarılmasının bununla bağlı olduğu deyilir. Məhkəmə Orxan Zeynalovun həbsdə qalma müddətini 4 ay uzadaraq ümumilikdə 6 ay müddəti edib. Bunu Moskva müxbirlərinin açıqlaması oktyabrın 10-da Moskvanın qərbi Virlyova rayonunda 25 yaşlı Yegor Sherbakovu öldürməkdə təqsirli bilinən Orxan Zeynalovun vəkili Viktor Anukuşkin bildirib. Onun sözlərinə görə istintaq tərəfi həbs müddətinin uzadılması ilə bağlı vəsatətinin məhkəmə tibbi və digər ekspertizaların rəyinin hazır olmaması ilə əsaslandırıb. Məhkəmə bizdən bununla razı olub olmamamızı soruşdu. Mən Orxan Zeynalovun hüquqlarının müdafiəçisi olaraq istintaq tərəfinin vəsatəti ilə razı olmadığımı bildirdim. Çünki onun bədənində ağır zədələr var və o həbsxanada qala bilmir. Ona görə də istintaq tərəfinin vəsatətinə etirazım bildirirəm. Lakin məhkəmə etirazı qəbul etmədi və Orxan Zeynalovun həbs müddətinin gələn ilin aprel ayının 10-nadək 4 ay müddətinə uzadılması haqqında qərar qəbul etdi deyə vəkil bildirib. Milli Şuranın dekabrın 15-nə təyin edilən qiymət artımına etirazla bağlı mitinq üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edildi. Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı açıqlaması bildirib ki, müraciət dekabrın 6-sında Bakı şəhər İcra Hakimiyyətinə təqdim olunub. Müraciətdə Milli Şura təmsil olunan Müsavat Partiyasının divan üzvü Tural Abbaslı, AXCP funksioneri Seymur Həziyev və KXCP sədrinin müavini Xəzər Teyyublu imza atıblar. Saat 16:00-dan 18:00-a qədər 10.000 nəfərin iştirakı ilə keçirilməsi nəzərdə tutulan aksiya üçün Bakı şəhər İcra Hakimiyyətinə 5 yer təklif olunub. Bunlar Bakıda kütləvi aksiyaların keçirilməsi üçün nəzərdə tutulmuş Yasamal rayon ərazisində yerləşən keçmiş məhsul stadionu, Nəzimi rayonu 1-ci mikrorayon Asim Məhərrəm küçəsindəki park, Ulduz metro stansiyası yaxınlığındakı Aras küçəsindəki park, Minəqədi rayon Dərnəgül metro stansiyasının dəmir yolu tərəfində çıxışında və Nərimanov rayonundakı Nərimanov parkıdır. Aksiyada qiymətlər endirilsin, bahalaşmaya son şüarları səsləndiriləcək. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacı Bala Abdulovun vəzifəsini tərk edəcəyi barədə xəbərlər yayılıb. Azərbaycanda bəzi kişilərin yaydığı məlumata görə onun yerinə hazırda Abşeron rayon İcra Hakimiyyətinin başçısı olan Zakir Fəracov təyin olunacaq. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacı Bala Abdulov isə işdən çıxarılması ilə bağlı yayılan məlumatlara reaksiya verib. O açıqlamasında bildirib ki, bu informasiyalar şayiədir və bunun heç bir əsası yoxdur. Bu məlumatları indi sizdən eşidirəm. Həqiqəti əks etdirməyən xəbərlərdir. Heç bir yerə getməmişəm. Hazırda işdəyəm. Obyektdə yoxlamalar aparıram. Narahat olmayın. Hər şey yaxşıdır deyə Hacı Bala Abdulov bildirib. Ukrayna hökuməti paytaxt Kiyevin mərkəzinə əlavə Berkut xüsusi təyinatları və daxili qoşun bölmələrini cəlb edib. Verilən məlumata görə Ukrayna müxalifəti qərargah kimi istifadə etdiyi həmkarlar evinə, müxalifət tərəfdarlarının soyuqdan qorunmaq və qızılmaq üçün istifadə etdiyi Kiyev meriyasına və müstəqillik meydanına hücumu gözləyib. Udar Partiyasının lideri Vitali Klitschko qadınları və uşaqları müstəqillik meydanında tərk etməməyə çağırıb. Batıkivşina lideri Arseniy Yatsenyuk isə müxalifətin meydanı müdafiə edəcəyini bildirib. Mərkəzdəki bütün metro stansiyaları mühasirəyə alınıb. Daxili qoşunlar və Berkut
da bura gəlir, biz meydanımızı müdafiə edəcəyik deyə müxalifət lideri bildirir. O eyni zamanda jurnalistləri hüquq mühafizə orqanlarının hücumundan qorunmaq üçün müxalifətin qərargah kimi istifadə etdiyi həmkarlar evini tərk etməyə, lakin hadisələri işıqlandırmağa davam etməyə səsləyir. Kiyev Dövlət Şəhər Administrasiyasının müxalifətçiləri də kənar şəxsləri dərhal binadan çıxmağa çağırır. Kiyevin daxili qoşunları isə meydandakı etiraz nümayişini keçirən müxalifət tərəfdarlarını dağıtmamaq əmri alıb. Bu barədə Kiyevin daxili qoşunlarının baş qərargahının rəis müavini Aleksandr Aleshenkov yerli jurnalistlərə bildirir. Eyni zamanda Ukrayna prezidenti Viktor Yanukovich isə müxalifətlə danışıqlara razılaşıb. Sabiq prezidentlər Kravchuk, Kushma və Yushchenko sabah Yanukovichlə görüşəcəklər. Ukrayna prezidenti Viktor Yanukovich sabiq prezident Leonid Kravchukun ölkədə yaranmış siyasi böhrandan çıxış yolu axtarmaq üçün dəyirmi masaya keçirilməsi barədə təklifini qəbul edib.